Və Rasulullah sallallahu aleyhi və səlləm Ramazanın son 10 günlərində etiqafa önəm verərdi və bütün dünya işlərini tərk edərdi. Hətta ailəsini belə tərk edərdi. Yəni, öz həyat yoldaşlarını belə tərk eləyərdi, etiqafa daxil olardı. Və Peyğəmbər sallallahu aleyhi və səlləm sadəcə ölümünə bir il qalmış, yəni son Ramazan orucunda 20 gün etiqaf eləyir. Əvvəlki Ramazan aylarında 10 gün etiqaf eləyir. Yəni, axırıncı Ramazanda isə, yəni ölümünə az qalmış, yəni bir il qalmış olan axırıncı Ramazanda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm 20 gün etiqaf eləyir və bu da Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin Allahla tək qalmasına nə qədər önəm verməsidir və bizə bildirməsidir ki, Ramazanı etiqafla keçirin. Rasulullah sallallahu aleyhi və səlləm bunu heç vaxt tərk etməməsi və bu 10 günə xüsusi önəm verməsi və bu günlərdə çalışması və bizə xəbər verilməsidir ki, bu günlərə xüsusi önəm verək.